Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün sizinlə belə bir şey bölüşmək istəyirəm. Deməli, şagirdlərə dərsi keçən vaxtı çevrə mövzusunda daxilə çəkilmiş mərkəzi bucaq haqqında anlayışlar veririk və mümkün qədər onların, belə deyək də, daxilə çəkilmiş bucaq uyğun mərkəzi bucağın niyə yarısına bərabərdir və s. bu şeyləri mümkün qədər izah eləyirik biz. Amma bəzən uşaqlarımız bunu belə deyək də tam dərinliyinə qədər başa düşə bilmirlər. Ona görə mən belə deyək də videonu o məqsədlə çəkirəm ki, bunu əyani şəkildə proqram vasitəsilə, yəni görə bilsinlər ki, yəni həqiqətən də, yəni daxilə çəkilmiş bucaq nədir? Söykəndiyi qövsün yarısıdır, yaxud belə deyək ki, daxilə çəkilmiş bucaq uyğun mərkəzi bucağın yarısıdır, yaxud başqa bir mövzu tutaq ki, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bir-birinə bərabərdir və əlavə bir şey də vurğulayacağım burada inşallah. Çevrə daxilinə çəkilmiş istənilən dörd bucaqlının qarşı bucaqlarının cəmləri nədir? Bir-birinə bərabərdir. Tamam, biraz video çəkən vaxtı bizim vaxtımızı çoxalmasın deyə mən nöqtələri öncədən qoymuşam burada. Burada biz belə deyək ki, ABC daxilə çəkilmiş bucağını çəkəyin. Baxaq, burada ABC daxilə çəkilmiş bucağını çəkirik və belə deyək, bu proqram vasitəsilə bunun tam dəqiqliyi ilə deyək ki, neçə dərəcə olduğunu baxaq. Baxaq, bircə dəqiqə. Tamam. Deməli, bununla, bu düz xətlə AB ilə BC arasında, yəni ABC bucağı, yəni fakt bizə proqram bunu göstərir ki, dəqiqliyi ilə 63,26 dərəcədir. İndi birinci biz buna baxaq ki, yəni bu B təpə nöqtəsini biz nə qədər hərəkət elətdirsək, o bucağa fikir versək, görərsiniz ki, nədir? Ölçü dəyişmir. Yəni həmişə o bucaq nədir? Sabit olaraq eyni ölçüdə qalır. Baxaq. Yəni 63,26 olaraq da qalacaq. Tamam. Belə eləyək. Baxın, məsələn, mən tutaq ki, A nöqtəsini hərəkət elətdirsəm, o bucaq artıq nədir? Dəyişməlidir. Yəni, belə deyək ki, bu qövsün ölçüsü kiçildikcə, o da kiçilir. Yaxud C nöqtəsini eyni qaydada hərəkət elətdirsəm, yəni qövs böyüdükcə o bucağın ölçüsü böyüyür, kiçildikcə nədir? Kiçiləcək. Baxaq. Tamam, burada belə bir iş görəyim. Bu hələ ki, belə qalsın. Bununla bərabər biz demək belə digər belə deyək eyni qövsdən söykənən, yəni AC qövsünə söykənən digər daxilə bucağı, çəkilmiş bucağı çəkib yoxlayaq. Baxın, tutaq ki, bu daxilə çəkilmiş bucağı çəkirik və bunun da ölçüsünü verəyin, görəyin həqiqətənmi? Yəni belə deyək ki, bu bucaqlar dəyişmir. Baxın, həqiqətən də bu da nə qədər oldu? 45,1 dərəcə oldu. Baxın, yenə də mən bu nöqtəni deyirəm, baxın, hərəkət elətdirdikcə o belə deyək, bucaq heç də nədir, öz ölçüsünü dəyişmir. 45,1, 45,1. Yəni bu qayda ilə mən bura nə qədər daxili bucaqlar çəksəm, o bucaqlar nədir, dəyişməz olaraq, yəni 45,1 kimi qalacaq. Amma yenə də baxın, C nöqtəsini mən hərəkət elətdirsəm, onların hər ikisinin ölçüsü bərabər olmaq şərti ilə dəyişir. Baxın, C nöqtəsini mən nə qədər hərəkət elətdirsəm, o bucaq elə eyni formada da qalır. Baxın, eyni ölçü olur. 47,79, 47,79 və s. Tamam, mən indi bu ikinci çəkdiyim bucağı buradan belə deyək, silmək istəyirəm. Silək görək, mərkəzi bucaqla vəziyyət nə yerdə olur, ona baxaq. Tamam, mən indi burada mərkəzi bucaq çəkəcəyim. Baxaq, A nöqtəsi ilə və C nöqtəsini çevrənin mərkəzini birləşdirəyin, yəni AOC mərkəzi bucağını çəkəyin və mərkəzi bucağın ölçüsünü verək, görək necə olur. Baxın, deməli, çevrənin AC qövsünə söykənən daxilə çəkilmiş bucaq 47,79-dur. Uyğun mərkəzi bucaq nə qədərdir? 95,58 dərəcədir. Həqiqətən də nədir? 2 mislidir. Yəni, bununla da görmək olar ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Çünki mərkəzi bucaq nə ilə ölçülür? Qövsün
uyğun qövsün ölçüsü ilə çevrə, yəni 360 dərəcə olduğu, yəni bu həmin çevrə qövs çevrənin hansı hissəsini çizirsə, bu da həmin 360-ın həmin hissəsini göstərir bizə. Yəni daxilə çəkilmiş bucaq bir sözlə nədir? Uyğun mərkəzi bucağın yarısına bərabərdir. Tamam, ümid edirəm ki, bunu da başa düşdük. Baxın, burada heç nə, belə deyək ki, heç də o ölçü, yəni həmişə mərkəzi bucaq daxilə çəkilmiş bucağın nədir? Yarısına bərabər olur. Tamam. Bu da belə. Ümid edirəm ki, bunu da şagirdlərimiz başa düşə bildilər. Burada, daha doğrusu əyani şəkildə gördülər. Bunu da silirik. İndi mən burada dediyim kimi dördbucaqlı haqqında danışmaq istəyirəm. Yəni dördbucaqlı deyərkən, yəni qarşı tərəflərin, belə deyək də, qarşı bucaqlarını üzr istəyirəm, cəmlərinin bir-birinə, cəmlərinin 180 dərəcə olduğunu göstərmək istəyirəm. Dördbucaqlıda qarşı bucaqların cəmlərinin 180 dərəcə olduğunu göstərmək istəyirəm. Bir dəqiqə burada hərflərin yerini düzəldəyim. Tamam, D-ni çıxardaq kənara. Aha. Baxaq. Mən burada bu bucağı da belə eləyək. Burada göstərək görək bu nə qədər olur. Baxaq. Burada bizə göstərir ki, bir dəqiqə demək, göstərir ki 124,2. Buranı nə qədər verib? 55,8. Həqiqətən də toplayanda bunları nə qədər olur? 180 dərəcə olacaq. Baxın, mən C nöqtəsini hərəkət elətdirdikcə bucağın biri artdıqda digəri neynir? Azalır. Baxın, yenə də 81,94, 98,6 yaxud A nöqtəsinin eyni qayda ilə. Baxın, D bucağı orada kiçiləndə B bucağı neynir? Böyüyür. Yaxud B bucağı kiçiləndə D bucağı böyüyür. Eyni qaydanı A və C bucaqları üçün də burada verə bilərik. Bunun üçün də nədir? Bizə 180 dərəcəni verməlidir. Yəni, tam olaraq qarşı bucaqların cəmləri nə qədərdir? 180 dərəcədir. Tamam, C bucağını da göstərəyim burada. Tamam, bu da belə. Baxaq, bu kənara düşdü, onu gətirək, burada göstərək. Tamam, bunu buradan gətirək. Baxın, həqiqətən də 91,85, 88,15 cəmini toplasaq görərsiniz ki, nədir? 180 dərəcədir. Bu dəfə D nöqtəsini və B nöqtəsini hərəkət elətdirək. Məsələn, D nöqtəsini hərəkət elətdirəndə, məsələn, A bucağı kiçilir, B bucağı əvəzində neyniyir? Böyüyür. Amma cəm sabit olaraq 180 dərəcə qalır. Eyni qayda ilə nədir burada? B nöqtəsini də göstərə bilərik. Fikir verin, C bucağı kiçildikcə A bucağı böyüyür. Yaxud A bucağı kiçildikcə C bucağı neyniyəcək? Böyüyəcək. Bu belə. Tamam. Bugün bunları göstərmək istədim. Çünki dərsdə bizə çox sual ünvanlayırlar ki, ay müəllim, niyə o elədi? Onu müxtəlif üsullarla təbii ki, biz mümkün qədər göstərməyə çalışırıq, amma belə əyani görməklərini istədim. İnşallah videoya baxıb yararlanarsınız. Kanalı bəyənib və abunə olmağı unutmayın. Diqqətlə izlədiyiniz üçün də təşəkkür edirəm.